Dostlar, maşınımı vurmuşam. Necə vurmuşam? Səhər saat 6-da işə gedirəm hər gün. 6-dan 3-ədir mənim cədvəlim. Çox yuxulu olduğum üçün maşını vurdum. Yəni tamamilə günah məndədir. Çünki maşını sütuna vurmuşam. Necə əzilib, qiyməti nə qədərdir, xərci nə qədərdir, bunları deyəcəm. Sadəcə olaraq mən hər gün parkinqə salıram maşını və parkinqdə də kənarlarda çoxlu sütunlar var. Ani diqqətsizliyimə görə maşın belə əzildi. Maşının sol arxa tərəfi daha çox zədə görüb. Sadəcə olaraq keçirəm ki, baxasınız. Bu hissələrdən, bunun adını bilmirəm nədir, bu buradan qopub, bu hissə sizə də görüb biraz. Maşın açılıb örtülüb, bir də bəzi bu hissələrdə var, zədə hissəsi. Bu qopub, bu hissəsi, bu məndə maşındadır, kapon hissəsi. Amma yəni ümumi maşın belə vəziyyətdədir və sadəcə olaraq araşdırdım Virginiyada, Northern Virginiyada qalırıq biz Fairfaxda. Araşdırdım ki, bu maşının xərci nə qədər ola bilər. Mənə fantastik qiymətlər deyirlər, $1000, $1500, $2000. Əslində, yəni qiymət budur. İzləyicilərim arasında bilirəm ki, maşın ustaları da var, və yaxud da bəylərin daha yaxşı başı çıxır. Sadəcə olaraq istəyirəm desinlər ki, Azərbaycanda məhz bu hissənin bu vəziyyətdə olması neçəyə başa gələr və neçə günə başa gələr. Virginiyada da qalan Azərbaycanlılar varsa, maşın ustasıdırlarsa, mütləq mənimlə əlaqə saxlasınlar.